Maddənin əsli ilə təmasda olmamaq nə deməkdir? Dünya ilə əlaqədar bütün məlumatlarımız bizə 5 duyğu vasitəsilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Ancaq bugün bir çox elm sahəsində aparılan tədqiqatlar hisslərimizin yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsiri olduğunu deyir. Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq. Məsələn, bir meyvəni düşünək. Meyvənin dadı, qoxusu, görünüşü, sərtliyi ilə əlaqədar elektrik siqnalları sinirlərimiz vasitəsilə beynimizə çatar və orada meyvəni meydana gətirər. Əgər beynə çatan siqnallarda bir fasilə olsa, meyvə ilə bağlı hisslər də ortadan qeyb olar. Buradan da anlayırıq ki, bizim meyvə olaraq qəbul etdiyimiz şey əslində beynimizə çatan hisslərin toplusudur. Meyvə xaricdə vardır, ancaq biz meyvənin xaricdəki halını heç bir zaman bilmərik. Yəni, bu hisslər toplusunun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.